Sen elə bilməyinən ki ya, mən hər yoldan ötənlə çörək kesirəm. Yox, canım üçün elə deyil. Mənim üçün duz çörək, elə duz çörəkdir. Akşi, neyi gözleyirik, kimi gözleyirik? Şoförü kaçıramaz değiller ki, yolda cırıldamasın. Əla kaçtıq. Mürvət. Aa, inciyərəm, başın haqqı inciyərəm. Pulu çatıb. ya. Vaxtsız gələn qonaq öz kisəsindən yiyər. Bir dax, səninlə duz çörək kəsdik. Ha? Sənin cibin, mənim cibim. Mənim üçün duz çörək kəsmək, bilirsən nədir? Gəldin, yedin, sağ ol deyib getdin. Yox, belədir. Ha. Atalar yaxşı deyib ki, çörək kesəni heç qılınc da kesə bilməz. Yüklüyün. Nə yük? Sən rayon mərkəzinə gelmirsən? Gedəcəyəm. Necə bəyəm? Deyirəm, bəzi şeyləri də aparardın. Hansı şeyləri? Almanı. Nə almadı? Bura bax, mən belə zarafatları xoşlamıram ha! Duz çörək, yadından çıxdı. Mən duz çörək qədrini səndən yaxşı bilirəm. Mənim öz rəisim, öz planım var. Almalar da mənim planımdır da. Əgər bir-iki gündə qalsa çürüyüb yeyəcək. 2 dənə almadan ötürü duz çörəyi taftalamı yeysən ki? Amma qonaqlığımız pis keçmədi ya.